bir suala müxtəlif cavablar ola bilər. Əsas məsələ cəmaət nədir? Qarşılayın, verilişin aparıcısı Ağa Nadirov. Salam hörmətli tamaşaçılar, xanımlar və cənablar, emosiyaların buketi, cəmaət nədir? İctimai televiziya nefində başladı. Xanımlar və cənablar, dünyaca çox məşhur Family Feud layihəsi var. Onun milli versiyasıdır cəmaət nədir? Və burada iştirak edən iki komanda, iki ailə var. Onları salamlayırıq və onlar həm də bizim çəkiliş ailəsi hər biri koronavirus testindən keçib, cavablar negativdir. Bu da çox gözəl xəbərdir. Daha bir xəbəri deyəcəm. Burada komandalar yarışır. Gördüyünüz kimi Vəliyevlər ailəsi. Və onlarla qarşı-qarşıya Əziz ailə komandası. Mən Əziz ailə komandasıyla tanış olmaq istəyirəm. Əziz ailə komandasının kapitanı Əziz. Salam, hər vaxtınız xeyirli olsun Əziz. Xoş gördük ağa, xoş gördük. Bu gözəl, möhtəşəm, dünya şöhrətli layihədə iştirakımızdan çox şadıq. İnanılmaz hisslər var, Həm həyəcanlıyıq, həm belə fəxirliyik ki, Azərbaycanımızda. Mən ona görə dedim ki, emosiyaların buketi var burada, cəmaət nə deyirlər? Ağa, səni də görməyimə çox şadam ki, sən bu layihəni aparırsan, təqdim minnətdarım edirsən. Əziz. Bravo, Əziz. Rəqib Vəliyevlər komandasını salamlayıram, uğurlar arzulayıram. Əziz, bizi komanda ilə tanış et, xahiş edirik. Baş üstə. Başınız var olsun. Bir dəqiqə tanış edəcəyəm. Komandanın məndən soldakı ilk üzvü, mənim ömür gün yoldaşım, həyat yoldaşım, rəssam, tanınmış rəssam, eyni zamanda bir çox beynəlxalq laureatları, sərgilərinin laureatı, bir çox dünyanın məşhur ölkələrində, böyük ölkələrində sərgiləri keçirilmiş, rəngarəng duyğular rəsm studiyasının bədii rəhbəri Nərminə Həyat Vəliyeva. yoldaşım barədə Bu rəsmi idi. Bu barədə danışanda həyəcanlanan ilk insandır Əziz. Çox, məşq eləmişim. Çox həyəcanlısan. Həyat yoldaşını təqdim edəndə həyəcanlanırsan. Həmçinin bu rəsmi tərəfi idi. Bu, belə deyək, ictimai tərəfi idi. Həmçinin mənim həyat yoldaşım, bizim iki qızımızın anası, gözəl dadlı xörəklərin müəllifi. Üzr istəməyə ehtiyac yox idi, yəni. Üzr istəyirəm, övladlarımın anası. Biz də xüsusi olaraq bu proqramı dəfələrlə üzr istəyirəm. Adını da desəydiniz, lap yaxşı olardı. Adı Nərminə Vəliyeva. Nərminə xanım! Bravo, xoş gördük. Nərminə xanımın yanında dayanıb mənim qaynanam. Daha heyecanlı olacaksınız. Daha heyecanlı olacaksınız. Yəni, Nərminə xanımın anası, yeganə xanım Vəliyeva. Əziz bəy, mən belə başa düşdüm ki, əslində həyəcanlı olmağınızın səbəbi qaynanadır. Yəni, qaynananın da baxışları nə edir? Əziz, hərdən birə baxırıyam. Kontrol məsələsi var. Əziz bəy, həyat yoldaşınız barədə danışdıqlarınızda iki qatını qaynananız haqqında danışmalısınız. Çünki iki qat problem yaşaya bilərsiniz. Mən bayaqdan məşq edirəm ürəyimdəsin, xəbər verin. Mən məşq edirəm ki, səhv olmasın. Diqqət. Deməli, ölkənin tanınmış həkimi, neyrofizioloq və nevroloq, bir çox insanların beynini müayinə eləyən, müalicə yazan, onlara, belə deyək, şəfa yolunda köməklik göstərən Yeganə xanım, həmçinin lirik mahnıların və şeirləri də müəllifidir. Bravo. Yaradıcılıqla məşğul. Əziz bəy, yeganə xanımı təqdim edəndə əməlli qocaldı. Mən hiss edim ki, ömründən 1-2 il atmış oldu. Həyəcan təri. Tər bas. Yeganə xanımdan solda iki gözəl insan dayanıb. Yəni ki, musiqi, tamaşaçılar aramızda musiqi sevərlər var. Tanıdılar, tanıyanlar tanıdı. Bu məşhur Bəbirlilər ailəsidir ki. Bravo. Bakıda olub Berberovlar ailəsi məşhur. Onlar başqa cür məşhur olub. Bir də var, indi Bəbirlilər ailəsi musiqi sahəsində çox populyardılar. Ülviyə xanım, demək, bəstəkardır. Bir çox musiqi proyektlərinin rəhbəridir. Nəyinizdir Ülviyə xanım? Baldızımdır. Baldızım. Ülviyə Bəbirli. Bəli. Bəli. Adam necə problemlərlə gəlib? Ən əsəsən. Çox həvəslə gəlmişəm. Yuxudan bir ilə ayılmışam. Siz təsəvvür edirsiniz də, hörmətli Vəliyevlər komandası nə baş verir? Buyurun, Əziz, davam edin. Yəni, bəstəkardır, musiqiçidir, musiqi ilə yaşayan adamdır, ifalar eləyir, layihələr eləyir, nə deyim, yəni, musiqiyə bağlı bir insandır. Məni rahat təqdim elə, o şey, qorxusu yoxdur. Mən də sizdən, yəni birlikdəyik. Sol cinahı qapayan isə Bəbirlidir.
bəstəkar, aranjmançı və bəbirli mənim üçün həm də bir nüans çox dəyərlidir. Biz daima söhbət edirik. Bacanaq, düzmü? Hindistanda, Bacanaq. bacanaqdır. Ülviyə xanımın yoldaşı. Hindistanda tez-tez xaricdə ölkələrdə qastrol səfərlərində olur. Hindistan səfərindən biz də o Sadıq Quru ilə görüşmüş adamdır. Sadıq Qurunun belə deyək, yaşadığı məkanda və o ifa etdiyi musiqi onu çox bəyənmişdi. Yəni tamaşaçılar bilir, Sadıq Quru məşhur yəni Mən o xeyir duasını almışam. Bəli, onun xeyir duasını Bravo! meditasiyasını edib gəlib. Belə. Bəbir bəy, qaynana ilə eyni masada, oyunda iştirak etməyin hissləri nədir? Oyun başlasın bilək də. Yəni, Hələ də başa düşəmirsən. hələ gör. Hələ də başa düşməm nə baş verir. Əziz, mən belə başa düşdüm ki, Dadaş Dadaşlinski yanında belə həyəcanlanmırsan. Dadaş Dadaşlinski ilə həyəcanlanırdım əvvəldə. Sonra artıq aramız biraz, necə deyərlər, isnişdi. Artıq həyəcan getdi. Yeganə xanım, sizin gördüyünüz kimi, yəni Əziz buradadır, Bəbir buradadır. Kim sizə daha yaxındır? İkisi də. Yaxşı, Necə? Hər ikisinin Qızlarımı mənfi cəhətləri var. ayıra bilsəm Əziz o- bəy, Təxribatçı suallar verirsiniz, ha? Qaynana danışanda danışmazlar, ha? Qaynana danışsa Yeganə xanım, hər ikisinin mənfi cəhətini deyə bilərsiniz. Bir. Ola bilməz də hamısını. Mənfi cəhətləri qədər olsaydı mən onları qəbul eləməzdim. Rota. Əziz, arxan güclüdür ya. Xahiş edirəm, təxribatçı suallarla bizi çaşdıra bilməzsiniz. Bu Əziz ailə komandasıydı. Cəmaat nə deyir də, görək hansı raundlarda qalib gələ biləcəklər. Nərmin xanım, zəhmət olmasa istəyərdi ki, komandanın kapitanı ilə bizi tanış edəyəsiniz. Onun barəsində 2, 3, 4, 5 kəlmə zəhmət olmasa. Əzizi sözsüz ki, artıq çox insan tanıyır. Dadaşlinskinin əzizi, ailəmizin əzizi. Qısqanmırsınız? Yox, qısqanmıram. Yox, mən özüm yaradıcı insanam və sözsüz ki, bacardığım qədər əksinə dəstək oluram. Və qızlarının sevimli əziz atası, əzizimiz əziz. Qarşı tərəfdə isə sizə rəqib komanda çox güclü, çox gözəl bir ailə dayanıb. Vəliyevlər ailəsi. Bravo. Sonarə xanım, xoş gördük sizi. Çox məmnun oldum. Mən də çox məmnun oldum. Necəsiz? Çox sağ olun. Bizi zəhmət olmasa komandanıza tanış edin. Komandamın ikinci üzvü Vəliyev İlham. Həyat yoldaşımdır. Həyat yoldaşı sözünün sinonimləri hər nə varsa hər birini yerinə yetirən mükəmməl insandır. Vəzifə olaraq mühasibik. Yəni ailənin başçısı. Bəli. Bravo, ailənin başçısı. Bir dənə sual verin. Ailənin başçısı niyə ikinci dayanır? Komanda kapitan deyil. Çünki o danışmağı sevmir. Danışmağı sevmir. Sevmir, bəli. Ne yaxşı çıxış yolu tapdı. Allah buyurun devam edək. Mühasib ailəsi olaraq rəqəmlərin robotlaşdırmadığı cütlüklərdən olduğumuzu hesab eləyirəm. İşimizi çox sevirik, ailəmizi çox sevirik. Mükəmməl atadır. Amma nədəsə birləşdirirsə, sevirik, edirik, yəni İlham barədə ya özünüz barədə danışırsınız Çünki o barədə sanki. onun duyğularından əminəm və hətta deyim ki, mən bu müsahibə barəsində heç fikirləşməmişəm də. Çünki insanın hissləri düşünürəm ki, spontan nədirsə o da olmalıdır. Əziz söz gəldi ya, gördün? Mən fikirləşməmişəm əvvəldən. Nə varsa bir bədahətən deyirəm. Ssenari yazmışdım. Davam edirik. Sizin digər komandanın üzvü, ortada dayanan Gözəl xanım. Gözəl xanım evimizin anası, qaynanamdır. İlham bəy, mən indi bildim siz niyə birinci dayanmalısınız. Yəni, ilk öncə ana olaraq onu deyim ki, İlham kimi bir oğul yetişdiribsə, bunun mükəmməliyyətini sorğulana bilməz. Bununla yanaşı, həmçinin gözəl müəllimə, 100-dən çox elmi məqalənin, Fransa Sorbonne Universitetinin, orada bir neçə lüğətlərinin müəllifidir, orada yəni hazırlanır. Həmçinin çox mükəmməl nənə. Yəni, mükəlləmiyyət qaynana olaraq demirəm və qaynana termini və yaxud da qaynana simvolunu darmadağın edə biləcək bir funksiyaya sahibdir. Yəni qaynana barədə danışıb bitirəndən sonra bir də nəfəs ala bilərsiniz. Buyurun, zəhmət olmasa Fidan xanımla bizi tanış edin. Fidan xanım hər evə lazım insan. Belə deyil. Yəni, onun motivasiyası, pozitivliyi, ən depressiyada olan insanı belə heç bir psixoloq köməyi olmadan həyata qaytara biləcək birisidir. Nəyinizdir?
Əmim qızıdır. Əminiz qızı, Bəli. çox gözəl. İqtisad Universiteti yetirmələrindəndir. Təbii ki, biz hər birimiz İqtisad Universiteti tələbələriyik. Magistr təhsili, yəni bütün hər birini bildiyim papaların gül balasından deyil. Hər bir nailiyyəti özünə məxsusdur. Çox pozitiv, bədii işlərlə olmağı sevən gənclərimizdən biridir və düşünürəm ki, müasir Azərbaycan gəncliyi əgər bu istiqamətdə davam eləyərsə, Bəli. Əmin qızı var dediyiniz sözlər. Bizə Eyüp'ü tanış edin zəhmət olmasa. Eyüp da iqtisadın yetirmələrindən biridir. O da IT sahəsində mütəxəssisləşmiş gənclərimizdən IT biridir. mühəndis. Bəli. Lakin onu da qeyd edeyim ki, o da robotlaşmamış gənclərdir. Yəni ruhu belə deyim, hələ də cavan və pozitiv qalır. Əmoğludur. Bəli. Əmoğlu. Bununla yanaşı musiqini də çox sevir və buna da məşğul olub, hobbi olaraq məşğul Eyüp, olur. hansı musiqiləri dinləyirsiniz, ifa edirsiniz, ifanız İlk öncə hamını salamlayıram. Hər Xoş birinizi burada gördük. görmək çox xoşdur. Ümumiyyətlə kiçik yaşlarımdan valideynlərim məni daim nəzarətdə saxlayır və məşğuliyyətlərlə başımı Çox qatmaq yaxşı istəyirlər. şeydir. 5 il tar təhsilim var. Bəh, 22 bəh, sayılara. Məndə də var, amma axırıncı dəfə tarı hardasa bir 5 il bundan öncə əlimə götürmüşüm. o çox pis bir şeydir. Əslində ifa edə bildim və buna özümə təəccübləndim. Dedim ki, bacarırıq. Bacarırsa əladır. Amma məncə o tarı arada dilləndirin, çünki tarı küsməyi kimi heç insan insandan küsmür. Yəni məncə siz onu... Yəni mən könül almağa yaxşı Əladır. Xəyalım var idi ki, uşaqlıqdan vokal təhsili almasam da, xorda falan vokalist idim, amma təhsil almasam da oxumağa həvəsim var idi. Universitetə qəbul olandan sonra ailəmin dəstəyi ilə gitar öyrəndim, ifa eləməyi. Gitarist deyiləm, sadəcə bacarıram ifa eləməyi. Və eyni zamanda da vokalı bir balaca inkişaf elədim və eyni zamanda özümü Yəni müşahidə edib bacarırsınız, oxuyuram. ifa edə bilirsiniz. Bəli, bəli. Baxacağıq. İnşallah. Bunun növbəti raundlarda görəcəyik. Çox gözəl, çox əla. Elmira xanım, mən istədim ki, bizi komandanın kapitanı ilə siz tanış edəsiniz. Tak, Sonara xanım, mən gəlinim deməyəcəm. O mənim ikinci qızımdır. Gəlinim deməyəcəm. Həqiqətən bu işdən gələn bir Qızım, sənə deyirəm, gəlinim sən eşit məsələsi, deyil mi? O məsəl də mən qəbul eləmirəm. Həqiqətən də sözün əsl mənasında perfektli bir şəxsiyyət, belə deyərəm mən. Onun göründüyü cılız deyim də, belə o zərif, nəcif bədənində dünya qədər duyğular var. Dünya qədər. Ailədə sevgiyə bax. Bəli. Həqiqətən də o Sonara mənim qızımdır. Bravo. Bu Vəliyevlər ailəsidir. Yeganə xanım, oğlunuzdur, yoxsa elə? Oğlumdur. Əlbət. Söhbət ola bilməz. İkisi də oğlanlarımdır. Mən üzr istəyirəm sualıma Həyatda görə. Belə cavab verdiniz, qazanclarımdır. üzr istəyirəm sualıma görə. Bravo, iki möhtəşəm ailə. Vəliyevlər ailəsi. Və qarşı tərəfdə əziz ailə komandası və ailəsi. İkinizlə də möhtəşəm oyun keçəcək, buna artıq əminəm. Və mən sizə istəyərdim qaydalarla tanış edeyim. Bizdə 4 raund və final olacaq. Birinci və ikinci raundlar sadə raundlardır. Üçüncü və dördüncü raundda isə xallar 2-yə vurulacaq. Siz xalları toplamalısınız. Çox xal toplayın, çox xal toplayın. Çünki sonda onlar manata, manatlar isə elektronika və məişət texnikalarını sizə qazandıra bilər. Ona görə daha çox xal toplamalısınız. Düzgün, populyar cavabları tapmaq lazımdır. Çünki 100 nəfər arasında sorğu aparmışıq. Əgər siz düzgün cavabları tapsaz, populyar cavabları tapsaz, xalları toplayacaqsınız. Amma səhv cavab versəz, bu səsi eşidəcəksiniz. Heç yaxşı səs deyil. Çalışın ki, bu səsi eşitməyək. Hazırsınızsa, birinci raunda başlayırıq. Cəmaət nə deyir? İctimai televiziyanın efirində. Birinci raunda başlamaq üçün Sonara xanım və Əziz bəy, çox xahiş edirəm, mərkəzə! Hər ikinizə uğurlar. Heyecanlısınız. Qaynanını təqdim eləmək o qədər də asan iş deyil. 100 nəfər arasında sorğu aparmışıq. Ən populyar 6 cavabı axtarırıq. Kişilər qadınların nəyi ləng etdiyini hesab edir. Buyurun Əziz bəy. Kosmetikanı. Gəlin baxaq. Cəmaət nə deyir?
Makyaj. En popüler cevabı tapa bildiniz. Əziz, kiminle oynuyoruz? Komanda ilə oynayırıq. Öz komandamızda. Əziz ailə komandası. Bəli, əziz ailə komandası. Herkes öz ailesinin yanına zəhmət olmasa. Siz düşünə bilərsiniz. Sizsə məsləhətləşə bilməzsiniz. Siz məsləhətləşin, mən bu masaya yaxınlaşacağam. Davam edirik. Hörmətli Nərminə xanım, sizin fikircə kişilər qadınların nəyi ləng etdiyini hesab edir? Geyinməyini. Geyinməyi. Bəli, geyinməyi. Sizdə deyəsən belə də praktika var, belə bir praktika var evdə. Hər zaman O belədir. qədər. O qədər. Hələ hər gün. Hər gün gecikir ki. Mən gecikmirəm. Əziz Mən hərbiçi kimi hazırlaşıram. Xeyr. Diqqət ekrana. Baxaq cəmaat nə deyir? Wow! İkinci ən populyar cavabı tapa bildiniz. Yeganə xanım. Həyat təcrübəniz böyükdür. Kişilərin, qadınların nə ilə getdiyini hesab edir. Süfrənin açılması. Hazırlanması. Diqqət ekrana. Cəmaat nə deyir? Yoxdur belə cavab. Yoxdur belə cavab. Biz davam edirik. Ülviyə xanım, sizin fikrinizcə kişilər qadınların nə ilə getdiyini hesab edir? Özümdən götürə bilərəm. Yəni yoldaşım düşünür ki, həmişə mən ləng bişirirəm. Bişirirsiniz. Baxaq cavaba. Çox gec bişirirəm. Diqqət ekrana. Ülviyə xanım deyir ki, yemək bişirməyi ləng edirəm. Bəbir fikirləşir. Diqqət ekrana, cəmaat nə deyir? Bravo. Beşinci, hətta deyərdim ki, ən çətin cavablardan birini tapa bildiniz. Bəbir bəy, Mən sonra nəyi ləng edir? Mən Bəlkə öz Ülviyə tərəfimdən xanımla bax- gedək. Yəni, yaxşı da əslində, yəni bir praktik olaraq göstərir hər şey. özümüzdən deyim. Mən özümüzdən demək istəmirəm. Yəni ümumi düşünürəm ki, çox adamda bu problem var. Uşaqları geyindirir, eləyir. Yəni uşaqları hazırlayır. Uşaqlar. Uşaqları hazırlayır. Uşaqlar hazır. Diqqət ekrana. Cəmaat nə deyir? İki ən populyar cavabı tapmışsınız. Daha bir səhv cavab, Əziz bəy. Mən rəqib komandaya yaxınlaşacağam. Hörmətli Vəliyevlər ailəsi, siz məsləhətləşin. Çünki ən populyar cavabları hələ tapmayıblar. Əziz, sizinlə davam edirik. Kişilər qadınların nə ilə getdiyini hesab edir? Maşınla bağlı, maşın sürmək. Sürmək, maşın parking və ya sürmək. Gəl diqqət edək. Ekrana baxaq. Cəmaat nə deyir? Bravo. Ən populyar üçüncü cavabı tapa bildiniz. Nərminə xanım, sanki kömək eləyirdi sərdən maşın. Maşın istəyir də, maşın istəyir. Neçə vaxtı? Bir ildir. Niyə yoxdur? Olacaq. Olacaq. Biraz. Söz Pul verirsiniz. yığırıq, yavaş. Nərminə xanım, budur Bəli, bəli. bizim sizə sürprizimiz. Avtomobil olacaq sizin üçün. Bravo. Kişilərin, qadınların nəyi ləng etdiyini hesab edir. Shopping. Shopping. Shopping, bəli, shopping. shopping. Shopping, bəli. Bazarlıq, shopping, bəli. Bazarlıq. Bəli, bəli, shopping. Bəli. Diqqət ekrana. Cəmaat nə deyir? Olmadı shopping. Siz artıq məsləhətləşə bilməzsiniz dostlar. Yetərincə vaxtınız vardı. Hardasa bir 8 dəqiqə, 10 dəqiqə məsləhətləşə bildiniz. Eyüp bəy, sizinlə davam etmək istəyirəm. Kişilərin, qadınların nə ilə getdiyini hesab edir? Bizim komandanın fikrinə görə müzakirədən sonra Hərəniz bir versiya deyin ki, Sonara xanıma sonda kömək edəsiniz. Okey. Buyurun. Telefonla danışmaq. Telefonla danışmaq. Fidan xanım sizin fikrinizcə? almaq, Bəli? duş almaq, Duş almaq. Elmira xanım sizin Evi fikriniz? yığışdırmaq. Evi yığışdırmaq. Bəli. İlham bəy, sizin fikrinizcə kişilərin qadınlar nə ilə getdiyini hesab edirlər? Bircə cavab. Salondan geç çıxırlar. Salondan. Salon? Nə Bəli. salon? Gözəllik salonundan. Yəni orada olur da, yəni ləyin getmək nəyin şikayət edir? Bəlkə oturmuşsan evdə, Sonara xanım da orada özü üçün Yox, qapıda saçlarını gözləyən düzəltdirir, halda. dırnaqlarını düzəltdirir. Qapıda gözləyən halda. İlham bəy dərin təşəkkürlər. Cavab isə Sonara xanımdan gələcək. Sonara xanım, kişilərin, qadınların nə ilə getdiyini hesab edir? Bir cavab, təsəvvür edin ki, dördüncü ən populyar cavabı tapmamışıq. Beşinci ən çətində, altıncı ən çətində, amma dördüncü ən populyar cavab tapılmayıb. Bircə cavabınız Evi yığışdırmaq. evi yığışdırmaq. Bəli. Cavabı qəbul edəkmi? Bəli. Cəmaat nə deyir? Cəmaat deyir ki, evi təmizləmək. Qaynana. Və belə olar qaynana.
Qaynananın fikrinə girib gəlmək lazımdır. Bəli. Xeyr onda tapır adam. Xeyri artıq xeyri tapıb. Bu cavabla xeyri tapdı Elmira xanım. 80 xal. Vəliyevlər komandasınındır. Əziz ailə komandası. Birinci raundda qalib gələ bilmədiniz. Amma ikinci raundda nələr olacaq? Siz gör neçə xananı tapa bildiniz. İkinci raundda uğurlar. Kişilər qadınların nə ilə getdiyini hesab edir. Dördüncü. Biz də bilək nəyi Ən populyar cavab. Diqqət ekrana. Cəmaat nə deyir? Çay gətirmək. Artıq 4 dəfə demişəm ki, çay getir. Nə oldu çay? Dəmləmişəm, gəlir. İkinci raundda nələr başlayacaq? İctimai televiziyanın efində. Cəmaat nə deyir? Davam edir. Çox maraqlı birinci raunddan sonra ikinci raunda başlayacaq, hörmətli ailələr. Çox möhtəşəm oyun göstərirsiniz. İkinci raundda nələr başlayacaq? Eyüp, baxışlar belə qəşəngdir, abi, özündən iddialı baxışlar var. biz. İkinci raundda sizə də, təbii ki, əziz ailəyə də uğurlar. Mən istədim ki, hətta Eyüp bəy, siz bayaq dediniz ki, mən hətta gitarada ifa eləyəcəm. Mən istədim ki, sizi gitaranızla, tək yox, gitaranızla birlikdə mərkəzi dəvət edeyim. Eyüp bəy alqışlayaq, çünki o bizim üçün ifa edəcək. Eyüp, nə ifa Bir şey edəcəksiniz? demək istəyirəm, hamının bildiyi mahnı olacaq. Aha. Qaytar mənim eşqim olacaq. Yəni Bəh, bunun bəh, məncə nəqarətini bilməyən Azərbaycanlı yoxdur da məncə. Yəni demək istəyir ki, hamı ifa etsin. Bəli, hətta siz də yəni. Böyük məmnuniyyətlə. Razıyıqmı? Əziz ailə komandası. 3, 2, 1, alqışlayaq Eyüp bəyi. Və buyurun, ifanız. Dünyada min gözəl tapardım, sən mənim ömrümü qopardın. Qaytar ver ömrümü, günümü, sən onu özünlə apardın. Dünyada min gözəl tapardım, sən mənim ömrümü qopardın. Qaytar ver ömrümü, günümü, sən onu özünlə apardın. Gəl məni ucuz tutma sən, getmisən heç qayıtma sən. Qaytar ötən günləri sən qaytar, qaytar ömrümü. Ver mənim eşqimi, o sənə heç gərək deyil. Gəl qaytar eşqimi, o solun bir çiçək deyil. Ver mənim eşqimi, o sənə heç gərək deyil. Gəl qaytar eşqimi, o solun bir çiçək deyil. La 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 la, la 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 la, la 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 la, la 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 la, Bravo Eyüp, dərin təşəkkürlər və zəhmət olmasa ailənin yanına. Möhtəşəm ifaydı. Rahat oldu. İndi isə çox rahat şəkildə ikinci raunda başlayırıq. Cəmaat nə deyir? İctimai televiziyanın efirində. İkinci raunda başlamaq üçün İlham bəy və Nərminə xanım, xahiş edirəm, mərkəzə gəlin. Hər ikinizə uğurlar. Əl masa üzərində xahiş edirəm. 100 nəfər arasında sorğu aparmışıq. Ən populyar 6 cavabı axtarırıq. Sual səsləndirirəm. X xan cavablandırır. İnsan harda ilişib qala bilər? İlham bəy, buyurun. Liftdə. Liftdə. Diqqət ekran cəmaat nə deyir? İkinci ən populyar cavabı idi. Nərminə xanım, insan harda ilişib qala bilər? Tıxacı. Tıxaca. Diqqət ekrana cəmaat nə deyir? Bravo, ən populyar cavabı tapa bildiniz. Kiminlə oynayırıq? Əziz ailə komandası yoxsa Vəliyevlər ailəsiyle? Ailəmizlə. Öz ailənizlə Evet, öz oynayırsınız. ailəmizlə. Onda hər kəs öz ailəsinin yanına. Siz məsləhətləşə bilərsiniz. Mən bu masaya qayıdacağım. Necə çay istəyirsiniz? Davam edirik. Sizsə məsləhətləşə bilməzsiniz. Yeganə xanım, insan harda ilişib qala bilər? Avtobusda, dayanacaqda. Dayanacaqda, avtobusda. Aha. Dayanacaqda, avtobusda. Diqqət ekrana.
Cəmaət nə deyir? Yoxdur belə cavab. Yoxdur belə cavab. İnsan harda ilişib qala bilər Ülviyə xanım? İşdə. İşdə. Gəlin baxaq. Yaxşı. Gəlin diqqət edək, görək neçənci xanada ümumiyyətlə belə cavab varmı? 100 nəfər arasında sorğu aparmışıq. Ən populyar cavabı axtarırıq. Diqqət ekrana. Cəmaət nə deyir? İşdə. 5 nəfər. Ən populyar cavabları tapmaq lazımdır Bəbir bəy. Uşaqlarla çayxanada zətdə. Bəbir bəy, biz sizin həyatda nələr baş verdiyini, evdə nəyi müzakirə etdiyinizi və Ülviyə xanımın sanki yaralı yeri idi, yenə döndü belə baxdı ki, yenə çayxana. Ülviyə xanım hər şeyi bilir. Hər şey. Hər şeyi bilir. Yəni, buyurun, insan harda ilişib qala bilər? Marketdə növbədə. Marketdə Alış-verişdə də yəni. Ola bilər Alış-veriş, market, növbə. mall. Diqqət ekrana. Cəmaət nə deyir? Üçüncü səhv cavab. Əziz bəy, mən yenə də rəqibə yaxınlaşacağam. Yenə də rəqib bu xalları, bir cavabı tapmaqla xalları götürəcək. Və sizin hər iki 0 xalınız var. Və ən populyar 2 cavabı tapmışsınız. Üçüncü ən populyar cavabı tapa bilməmisiniz. Əziz bəy, Yuxuda. cavab verirsiniz. Yuxuda. Yuxu? Yatıb qalıb da, yatıb qalıb. Yuxuda. Yuxu. Yuxu. Yatıb qalıb da, durub. Diqqət ekrana. Cəmaət nə deyir? Yuxuda. Yuxuda. Davam edirik. Hörmətli Eyyub bəy. Sordunuz Eyyub bəy. İşim var idi orada bir dənə. İşimiz vardı. Burada nə işimiz ola bilər sizin? İlişib qalmışdıq, çıxa bilmirdik. Eyyub bəy, insan harda ilişib qala bilər? Variantımı bildirirəm. Bəli, versə deyirsiniz. Məncə sualda ilişib qala bilər. Məncə Bəs. məncə. Çox sağ olun, təşəkkürlər. Fidan xanım. Keçmişində. Keçmiş. Duyğulandırdı. Harda? Keçmişində ilişib qalıb. Yəni xatirələri Yəni fil qulağında yatıb. Hə, elə bir şey. Elmira xanım, buyurun. Hansısa problemin həllində. Problemin əlində. Maraqlıdır. İlham bəy, sizcə insan harda ilişib qala bilər? Sualda. 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 Bəli. Sonarə xanım, sizin isə cavabınız qət olmalıdır və biz sizin cavabınızı götürürük. Ən populyar cavablar tapılmayıb. Üçüncü ən populyar cavab tapılmayıb. Dördüncü ən populyar cavab tapılmayıb. Sizin fikrinizcə insan harda ilişib qala bilər? Hansısa sualda ilişib qalır. Sualda ilişib qalıb. Bəli. Bizim kimi. Biz də sualda ilişib Bəli, biz qalmışıq. də sualda ilişib Hə? qalmışıq. Biz də Bəli, sualda ilişib qalmışıq. Düzdür. Diqqət, Əla. ekrana. Yaxşı cavab idi. Gözəl. Super. Super. Çox sağ olun. Məntiqli. Diqqət ekrana. Çox yaxşı. Baxaq. Çox yaxşı. Cəmaət nə deyir? Diqqət. Cəmaət nə deyir? Sualda. Sualda. İnsan harda ilişib qala bilər? İkinci raundda qalib gəldiniz və sizin 145 xalınız var. Bravo. Sizin isə 0 xalınız var, amma üçüncü raundda görə nələr baş verəcək. Diqqət ekrana. Əziz ailə komandası. Maraqlıdır güman ki, hansı dəhşətli. cavabları desəydiniz, siz bu xalları qazana bilərsiniz. İnsan harda ilişib qala bilər? Üçüncü ən populyar cavabı demədiniz. Diqqət ekrana. Cəmaət nə deyir? Hamının avtomobili yoxdur. Hər kəsin avtomobili yoxdur. Digər sual. Siz dayanacaqsınız. Digər cavab. Dördüncü ən populyar cavab. Əslində evdə biraz yaxınlaşmışdınız, amma biraz da dərinə getsiniz. İnsan harda ilişib qala bilər? 100 nəfər arasında sorğu aparmışıq. Dedilər ki, ən populyar cavablar arasında. Diqqət ekrana. Qapı arasında ilişib qalmaq olar. Bəli, yenə demirlər evdə qalmışam, qapı arasında ilişib qalmışdım. Bu cavabları desəydiniz, əziz ailə, sizin də xalınız ola bilərdi. Amma üçüncü raundda xallar 2-yə vurulur və bu o deməkdir ki, siz daha çox xal toplaya bilərsiniz. Üçüncü raundda hər iki ailəyə, Vəliyevlər komandasına və əziz ailəsinə uğurlar arzu edirik. Baxaq görək, siz ən populyar cavabları tapa biləcəksiniz ya yox. Hər iki komandaya uğurlar. Cəmaət nə deyir? İctimai Televiziyan efirində davam edir. Çox gərgindi oyun.
Bravo, biz 3-cü raunddayıq. 3-cü raundda xalları qazana bilərik, əziz ailə komandası. Odur ki, diqqət və mənə gəlir ki, düzgün oyun aparmaq lazımdır. Gördünüz komanda neynədir? Cavabları xanalara açırsınız. Bir cavab və xallar onlarındır. Uğurlar sizə. Elmira xanım, bonjour. Bonjour. Nə deyə bilərsiniz? Fransız dilində zəhmət olmasa deyin. Gəlinim, mən səni çox sevirəm. Oh, ma fiancée, je t'aime beaucoup. Bonsoir. Mən istəyərdim deyəsiniz ki, bu raundda mən qalib gəlmək istəyirəm. Je veux que notre groupe gagnera. J'espère que nous gagnerons. Orada bir dənə sizə içdim. Qayxana, qayxanalar, zəhmət olmasa mərkəzə. Çox gözəl yeganə xanım. Bir çox dilləri bilən Elmira xanım. Hər ikinizə uğurlar arzu edirəm. Qaynanaların döyüşüb. 100 dəfədə sorğu aparmışıq, ən populyar 6 cavabı axtarırıq. Dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? Elmira xanım cavabınız? Buyurun. 3, 2, 1. Keçdin o biri. Yeganə xanım cavabınız? Sualı bir də zəhmətim. Dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? Həyat yoldaşını başa salardım. Yəqin ki, yemək pişirməyi. Öyrətmək də, yəni. Öyrədərdim, bəli. Diqqət ekrana, cəmaat nə deyir? Ən populyar cavab idi, Yeganə xanım. Kiminlə oynayırıq? Vəliyevlər ailəsi ilə, yoxsa Əziz ailə? Vəliyevlər. Bu dəfə biz yox. Vəliyevlər ailəsi və Əziz ailə. Hər iki ailəyə uğurlar, zəhmət olmasa ailələrinizin yanına. Buyurun. Hörmətli Əziz ailə komandası, Yeganə xanım, düşünmürsünüz ki, 6 xanadır, birdən 6 xananın 6'sını da açdılar. Bütün xanalar açıldı və bütün xalları götürdülər. İnşallah açamazdı. Açıqıb Vəliyevlər ailəsindən çox şey gözləyirəm mən. Yəni, ola bilər. İstənilən halda mən bu sözü deyəcəm. Mən bu masaya yaxınlaşacağım. Davam edirik, hörmətli Fidan xanım. Fidan xanım, sizin fikrincə dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? Restorandan sifariş eləsin, evə. Diqqət ekrana. Baxaq, cəmaat nə deyir? Hadi, restoranda yiyir. Bişirə bilmir. Öyrənəcək. Eyüp Bey, sizə devam edirik. Dostunuz həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? Dostuma məsləhət görərdim ki, boşasın. Diqqət ekrana. Gəlin baxaq, cəmaat nə deyir? Sonara xanım, Eyüp, gələcədə belə eləməyin, xahiş edir. Daha yaxşı məsləhəti, öyrət məsləhəti var. Ya, yox. Boşanıram. Onda yəqin əvvəlcədən soruşacaqsınız siz. Yox, yəni net olsun da, ya pişirsin, ya pişirməsin də, yəni. Bu da maraqlı cavabdır. Ya hazırlamağı öyrən, ya da Sonara xanım. Bəli. Dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? Kimdəsə kömək alsın, yəni ailə üzvləri. Kimdən kömək alsın? Anasının, yaxınlarından. Yaxınlardan. Daha doğrusu, yaxın kimdir? Yəni, Anasından, qonşudan da olur. Anasından. Gəlin baxaq, anası. Diqqət ekrana, anasından məsləhət alsın. Anası. Cəmaat nə deyir? Yoxdur belə cavab. Dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? İlham. Siz özünüz. Aşpaz tutsun. Aşpaz? Bəli. Qulluqçu. Qəşəng, maraqlı cavabdır. Diqqət ekrana. Cəmaat nə deyir? İkinci ən populyar cavabı açmamışıq. Maraqlı odur. Əgər siz ikinci ən populyar cavabı açsaz, hətta cavabların 6-cı çətin cavabı tapa bilməzsəz,
rəqib komanda əməlli əziyyət çəkəcək. Əməlli əziyyət çəkəcək və 2 xana qalıb 136 xal. Sizin artıq 145 xalınız var. Elmira xanım. Dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə dostunuza hansı məsləhəti verərdiniz? Kənardan sifariş eləsin evə. Kənardan sifariş eləsin. Bəli. Diqqət ekrana. Cəmaət nə deyir? Kənardan sifariş edir. Hörmətli Fidan. Özü öyrənsin. Özü öyrənsin. Deyir özü öyrənsin. Diqqət ekrana. Cəmaət nə deyir? Özün bişir. Sonuncu cavab. 182 xal. Oydu. Eyüp, boşan. Mən gərək boşanmağı indiyə saxlayardım. Dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? Asan yeməkləri öyrənməyə başlamağı məsləhət görərdim. Diqqət ekrana. Bilmirəm, var ya. Asan yeməkləri bişirməyi, öyrətməyi məsləhət edərdim. Diqqət ekrana. Cəmaət nə deyir? Ən maraqlı məqam odur ki, görəsən əziz ailə komandası cavabı tapıb bu xalları götürə biləcəklər ya yox? Çox maraqlı. Ayıb olar. Yəni götürməzsiniz yoxsa... Götürəcəyik. Onlar da bizim xaldır əslində. Bəbir bəy. Eşitdiniz də deyil, bizim xallarımızla bu xalları toplamışsınız, bizim xanalarla. Bəbir bəy, dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? Deyərdim ki, pəhriz saxla. Çox maraqlı cavabdır. Ülviyə xanım? Polufabrikatlar almaq məsləhət. Yeganə xanım? Mən vermişəm də cavabda. Cavab vermişsiniz, bilirəm. Mən cavabı verməyəm, məndən soruşun. Yəni, mən cavabı verdim, məndən Versiya, anası gəlsin öyrətsin. Anası gəlsin öyrətsin. Nərminə xanım, sizin fikirlicə, dostunuzun həyat yoldaşı yemək bişirə bilmirsə, dostunuza hansı məsləhəti verərdiniz? Meyvə yesin, meyvə tərəvəz. Əziz, sizin isə cavabınız çox vacibdir. Yalnız bir səhv cavab sizi 188 xalı itirməyə vadar edir. Adamlar yəni 5 xananı açıblar. Təsəvvür edin. 4 xanam. Hə, birini siz açırsınız. Qaynananıza buna görə dərin təşəkkürümüzü bildirərsiniz. Böyük alqışlar. Böyük. Səhərə qədər. Belə. Evə gedir qaynana. Alqışlayıram. Qaynana, siz gözəl cavab verdiniz. Yeganə xanım, həqiqətən deyir. Buyurun cavabınız. Get diyeta saxla da, bəhriz saxla. Ən çətin cavab, diqqət, ekrana, cəmaət nə deyir? 180, 194 xal! Pəhriz saxla. Ağlınızdan keçmişdi güman ki, sizin də bu. Keçmişdi. Eyüp bəy, tələsdiniz. Əvvəlcən düşünmək lazımdır. Bravo, əla oynadı. Bu oyuna görə hər iki ailəyə dərin təşəkkürlər. Vəliyevlər ailəsi 4 xanı açdı və sonda əziz ailə komandası məsləhətləşdilər. 194 xal qazandınız. Əziz ailə komandası 3-cü raundun qalibi oldu. Çox güclü komanda Vəliyevlər ailəsi 145 xalınız var. Xanımlar və cənablar, 4-cü raund ən çətin raunddur. Çünki burada bir ailə finala gedəcək və məişət, elektronika bunların hər birini qazana bilərsiniz. Manata çevirməyin vaxtı yaxınlaşır. 4-cü raundda nələr baş verəcək? İctimai televiziyanın efirində cəmaət nə deyir? Davam edirik. Bravo! İctimai televiziyanın efirində cəmaət nə deyir davam edir. 4-cü raund və 4-cü raundda gərgin oyun olacaq. Çünki hər iki komandanın çox yaxşı xalları var. Hər iki komanda yaxşı xal toplaya bilib. Baxaq görək 4-cü raundda nələr baş verəcək. Xallar yenə də 2-yə vurulur. Dostlar, Ülviyə xanım, Fidan xanım, zəhmət olmasa gəlin mərkəzə. Hər iki
komandaya uğurlar arzu edirəm. Hər iki ailəyə bravo. Çox gözəl gedirsiniz. 100 nəfər arasında sorğu aparmışıq. Ən populyar 6 cavabı axtarırıq. Həkim peşəsi ilə əlaqəli olan əşya hansıdır? Buyurun Ülviyə xanım. Fandiskop. Diqqət ekrana. Cəmaat nə deyir? Kiminlə oynayırıq Ülviyə xanım? Mənim özümüz oynayarıq. Özünüz oynayırsınız. Əziz ailə, Vəliyevlər ailəsi. Hər kəs öz ailəsinə yana zəhmət olmasa. Buyurun. Məsləhət edə bilərsiniz. Yaxşıdır hər şey. Əla. Davam edirik, hörmətli Bəbir bəy. Ağ xalat. Ağ xalat. Diqqət ekrana. Diqqət ekrana. Ağ xalat. Cəmaat nə deyir? Tibbi geyim. Tamamilə doğrudur. Ağ xalat, tibbi geyim. Əziz bəy, sizin fikrinizcə həkim peşəsi ilə əlaqəli olan əşya hansıdır? Həkim belə deyək, adı gələndə ilk olaraq ağlımıza nə gəlir? Həkimdən niyə qorxuruq? İynə vurur həkim. İynə? Bəli. Gəl. Özdə son zamanlar bu pandemiya ilə bağlı test götürürük, vaksinasiya eləyirik. Tez-tez rastlaşırıq. İynə. 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 Diqqət ekrana. Cəmaat nə deyir? İynə. Bəli, bəli, bəli. Tamamilə doğrudur, yaxşıdır. İki ən populyar cavabı tapmışsınız. Üçüncü ən populyar cavabı tapmaq üçün Nərminə xanım, mən sizə müraciət edirəm. Həkim peşəsi ilə əlaqəli olan əşya hansıdır? Təzyiq ölçən. Təzyiq ölçən. Aha. Diqqət ekrana. Baxaq. Cəmaat nə deyir? Termometr. Bəli, termometr. Tamamilə doğrudur. Yeganə xanım, məsləhətləşə bilməzsiniz, hörmətli Nərminə xanım. Yeganə xanım, biz sizdən cavab istəyirik. Həkim peşəsi ilə əlaqəli olan əşya hansıdır? Termometr. Termometr. Diqqət ekrana. Baxaq, cəmaat nə deyir? Artıq 4 xanım açmışsınız. Bravo. Termometr. Oo, ən çətin cavabı tapa bildiniz. Ülviyə xanım, cavabınız sizin fikircə həkim peşəsi ilə əlaqəli olan əşya hansıdır? Maska. Maska. Diqqət ekrana. Maska. Tipi maska. Diqqət ekrana. Yoxdur belə cavab. Yoxdur belə cavab. Davam edirik. Davam edirik. Bəbir bəy, sizinlə davam edirik təbii ki. Pambıq. Pambıq. Üçüncü ən populyar cavabı axtarırıq. Diqqət ekrana. Cəmaat nə deyir? Təbii ki, deyir, pambıq deyir. Demir, pambıq. Demir, pambıq. Əziz. Dərman. 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 100 nəfər arasında sorğu aparmışıq. Ən populyar 6 cavabı axtarırıq. Və ən populyar 3-cü cavab açılmayıb. Dərman dedi, Əziz bəy. İlham bəy, bilirəm heyecanlısınız. Sonarə xanım, bilirəm, hətta dayana bilmirsiniz artıq. Nə olacaq? Dərman dedi Əziz bəy. Diqqət ekrana. Cəmaat nə deyir? Dərman. Sual səsləndirirəm. Həkim peşəsi ilə əlaqəli olan əşya hansıdır? Eyüp, buyurun. Versiya olaraq spirt deyirəm. Spirt. Fidan xanım, sizin cavabınız? Bakil. Bakil. Elmira xanım? Skalpel. İlham bəy? Aparat, ürək aparatı. Kardioqram mı? Kardioqram. Kardioqrama, gözəl. Sonarə xanım, sizinsə cavabınız? Bu cavab sizə ya 160 xalı qazandıracaq, ya da xanaları açmış əziz ailə komandası bu xalların hamısını götürəcək. Yox, icazə Buyurun, vermir. məsləhətləşə bilməzsiniz artıq. Heç bir söhbət yoxdur. Mən sizdən cavab gözləyirəm. Skype. Bəli? Skype. Skalpel. Skype. Skype. Skalpel. Skype. Anladım. Cavabı qəbul etdim. Cavabı artıq dəyişə bilməzsiniz. Hörmətli bizim ailələr, ya əziz ailə ilə, ya Vəliyevlər ailəsi ilə finala gedəcəyik. Kim olacaq bu? Sizinlə? Bilmiyorum. Sizinlə? Bizlə. Bilmirəm. Mənim üçün əsas olan bilirsiniz nədir? Cəmaat nə deyir? Diqqət ekrana! Diqqət! Skype!
Və 194 xalı Vəliyevlər ailəsi qazanmış oldu. Çox əla oyun nümayiş etdirdiniz. Çox əla oyun nümayiş etdirdiniz. Mən iki ailənin ikisindən də o qədər məmnunam ki, möhtəşəm oyuna görə dərin təşəkkürlər əziz ailə. Mən sizi tanıdığıma görə Bəbir bəy, Ülviyə xanım, Yeganə xanım, Nərminə xanım və əziz. Dərin təşəkkürlər əziz ailə, möhtəşəm oyuna görə minnətdarıq sizə. Sizinlə oynamaq bir zövq idi. Vəliyevlər ailəsi, sizinlə isə finalda görüşəcəyik. Görək siz 500 manatı qazana biləcəksiniz ya yox. Finalda nələr baş verəcək? Vəliyevlər ailəsi ilə 200 xalı qazana biləcəklər ya yox. Diqqət! Cəmaat nə deyir də finala gedirik. $339 manatınız var. Sığortalanmış. Siz müxtəlif elektronika və məişət texnikalarını əldə edə bilərsiniz. Bu münasibətlə sizi təbrik edən Vəliyevlər ailəsi. Amma bir məqam da var. Siz bugün daha 500 manat əldə edə bilərsiniz. 500 manatlıq sertifikatı sizə təqdim edə bilərəm. Bir halda ki, siz 200 xal toplayasınız. Bunun üçün, hörmətli Sonarə xanım, sizdən 2 nəfər iştirak edəcək. 200 xal toplamaq üçün. Kim iştirak edəcək? Qərar verimsizmi? Bəli. Kim? Ən güvəndiyim İlham bəy İlham bəy və Eyüp bəy. və Eyüp bəy. Eyüp bəy. Bəyləri irəli buraxırsınız ki, əgər nəsə olsa Məsuliyyət tamamilə. bizim 200 xalımızı siz itirmişsiniz Bəli, deyə. Kim birinci olacaq? İlham bəy sizinlə birinci oynayırıq yoxsa Eyüp bəylə? Eyüp bəylə. Eyüp bəy birinci oynayır, siz Bəli. isə ikinci oynuyorsunuz. Onda siz eşitməyəsiniz deyə sizi gözləmə zalına, sizi isə Eyüp bəy mərkəzə dəvət edirəm. Eyüp bəy hazırsınız? Bəli. Birinci sual bitdikdən sonra vaxt gedəcək. Ən çox hədiyyə edilən gül hansıdır? Qərənfil. Çörəksiz yeyilən xörək hansıdır? Makaron. Yanğına səbəb olan nədir? Evdə pərdə yanıb kibritlə, kibrit vasitəsilə. Hansı ölkənin bayrağında sarı rəng var? Efiopiya. Tutuquşuya hansı söz öyrədirlər? Salam. Siz 5 suala hətta 20 saniyədən az vaxtda cavab verə bildiniz. Maraqlıdır, neçə xal toplamısınız? Əlbəttə ki. Ən populyar cavabı axtarırıq. Yaxınlaşıram yanınıza. Diqqət ekrana. Ən çox hədiyyə edilən gül hansıdır sualını sizə ünvanladım. Siz dediniz ki... Qərənfil. Maraqlıdır. Neçə nəfər qərənfil deyib? Diqqət ekrana. 2 nəfər. Növbəti sual. Çörəksiz yeyilən xörək hansıdır sualını sizə ünvanladım. Siz dediniz ki... Makaron. Bəli, siz dediniz makaron. Maraqlıdır. Neçə nəfər makaron deyib? Diqqət ekrana. Bütün tələbələr deyir bizim Eyüp. Yanğına səbəb olan nədir sualını sizə ünvanladım. Siz dediniz ki, əməlli başlı söhbət elədiniz. Bəli, cümlə qurdum. Və sonda dediniz ki... Kibrit. Kibrit. Öz başıma gəlib. Bəli, siz dediniz kibrit. Başınıza gəlib. Bəli, bəli. Kibritlə yandırmışsınız. Bəli, bəli. Pərdəni yandırmışam evdə. Çoxdan olub hadisə? Uşaq idim. Neçə yaşınız var idi? 4 maksimum. Evdəkilər nə demişdi sizə? Heç nə, hələ də o evdə yaşayıram. Hələ də o evdə yaşayırsınız. Hələ də izləri qalıb sizə üçün. Gəlin baxaq, neçə nəfər kibrit deyib? Diqqət ekrana. 5 nəfər kibrit deyib. Hansı ölkənin bayrağında sarı rəng var sualını ünvanladım. Siz dediniz ki... Onlar təkrar eləməyim. Zəhmət olmasa təkrar edərdiniz. Efiopiya. Efiopiya. Həbəşistan. Siz hara gedib çıxdınız? Elə biraz yaxınlarda ola bilməzdiniz. Həbəşistan nədir? Diqqət 0. ekrana baxaq. 0. Bəli.
Və mən sual verdim ki, tutuquşuya hansı sözü öyrədirlər? Siz dediniz ki, Salam. salam. Gəlin baxaq, diqqət ekrana. Cəmaat nə deyir? Bravo, 31 nəfər. Ümumilikdə 56 xalınız var. Bizim ikinci iştirakçımız var. Bəli. Biz onu dəvət edəcəyik. Baxaq görək, o neçə xal yığa biləcək. Vəliyevlər ailəsi sizi gözləyir. Ailənizin yanına, buyurun. Hörmətli əziz Vəliyevlər ailəsi, sizin 56 xalınız var. 144 xala ehtiyacınız var. Bunun üçün ikinci iştirakçını dəvət edirik mərkəzə. İlham bəy, necəsiz? Əla. Biraz istirahət elədiniz. Çox. Finala tam hazırsınız. Bəli. Rəqəmləri görürsünüz. Yaman azıyam. Eyüp bəy 56 xal toplayıb. Deyir ki, yaxşıydı cavablarım. Əla cavablar vermişəm. Ən populyar cavabları tapmışam. Cəmaat nə deyir də? Görək İlham bəy 144 xalı toplaya biləcəksiniz. Çünki sizi 500 manatlıq sertifikat gözləyir. Hazırsınız İlham bəy? Mən sizə 5 sual ünvanlayacağam. Və 25 saniyə vaxtınız olacaq. Ən populyar cavabları axtarırıq. Əgər sizin cavabınız Eyüp bəyin cavabı ilə üst-üstə düşsə, siz bu səsi eşidəcəksiniz. Və dərhal cavabınızı dəyişməlisiniz. Başqa cavab deməlisiniz. Hazırsınız? Bəli. Birinci sualdan sonra vaxt gedəcək. Ən çox hədiyyə edilən gül hansıdır? Qırmızı gül. Çörəksiz yeyilən xörək hansıdır? Püre. Yanğına səbəb olan nədir? Yandıran. Alov. Hansı ölkənin bayrağında sarı rəng var? Sarı. İngiltərə. Yox. Tutuquşuya hansı söz öyrədilir? Siz cəmi 4 suala cavab verdiniz. Maraqlıdır görəsən neçə xal siz toplamısınız İlham bəy? Bəli. Odur ki, yaxınlaşıram yanınızda. Biz indi ekranda Eyüp bəyin cavablarını görəcəyik. İnanın mənə ki, onda da unikal cavablar var. Diqqət ekrana. Gördünüz. Və sizin cavablarla davam edirik. İlham bəy, mən sual verdim. Ən çox hədiyyə edilən gül hansıdır? Siz dediniz ki... Qırmızı gül. Utanırsınız deməyə. Qırmızı gül dediniz. Qızıl gül nəzərdə tutub qırmızı gül. O da var əslində. Qırmızı gül. Diqqət ekrana. Neçə nəfər qırmızı gül deyib? Amma siz qızıl gül desəydiniz, ən populyar cavabı deyəcəksiniz və 33 xal qazanacaqdınız. İkinci ən populyar cavab Nərgiz gülüdür. Bunu da desəydiniz, ən azı 20 xal qazanacaqdınız. Bu da yaxşıdır. Mən sizə sual verdim ki, çörəksiz yeyilən xörək hansıdır? Siz dediniz ki... Püre. Bəli, dediniz püre. Diqqət ekrana. Neçə nəfər püre deyib? Bir nəfər var. Onu tapın. İlham bəy, o adamı tapın. Siz plov desəydiniz, ən populyar cavabı verəcəkdir və bu sizə 29 xal getirəcəkdir. Siz xəngəl desəydiniz, ikinci ən populyar cavabı tapacaqdınız, bu isə sizə 25 xal getirəcəkdir. Mən sizə sual verdim ki, yanğına səbəb olan nədir? Siz dediniz ki... Alov. Alov. Sizsə birinci yandıran cavabını dediniz. Ondan sonra isə dediniz alov. Yandıran alov. Birinci qəbul olunur və diqqət ekrana. Alışqan. Yandıran alov. Sonra getdik çatdıq alışqana. Neçə nəfər alışqan deyib, diqqət ekrana. Bu o qədər də pis deyil. Kibritlə demək olar ki, eynidir. Əgər siz desəydiniz qısa qapanma, 27 xal ən populyar cavabı tapacaqdınız. İkinci ən populyar cavab isə qaz sızmasıdır. Bəli, mən sizə sual verdim ki, hansı ölkənin bayrağında sarı rəng var? Siz dediniz ki... İngiltərə.
İngiltere. Ağ, qırmızı. İngiltere. İlhan Bey, ağlınıza hiçbir cevap gelmirdi. Qəti şey. Dikkat ekrana. 0. Siz deseydiniz ki Almanya en popüler cevabı vereceydiniz. Ve siz deseydiniz ki Ukrayna ikinci en popüler cevabı elde edeceydiniz ve en azı 26 hal üzerinde geleceydiniz. Böylelikle siz sonuncu cevaba, sonuncu suala çatmadınız. Sizin ümumilikdə 62 halınız var. 200 halı qazanabilmədiniz. Bura qədər yaxşı gəlmişdiniz Vəliyevlər komandası, ailəsi. Ailə sizi gözləyir. Buyurun. Elmira xanım, Bəli. fransız dilində şiir deyə bilərsiniz. Deyərəm, amma indiki halda mən sizə Azərbaycan dilində bir qəşəng romantik bir şey demək istəyirəm. Mənə, Hamıya, sizə. bütün cəmaat nə deyirəm? Bəli. Buyurun eşidək, sonra da fransız dilində 2 sətr. Buyurun. Deyirlər ki, Səba yeli xəbər aldı Lalədən. Lalə, sən ki qırmızısan, bağrın qaradır, nədən? Lalə dedi, əzəl şəndim, yarpaqlarım tamam ağ. Sevgim hələ bir gönçəydi, görməmişdi sinəm dağ. Bir oxlanmış ürkək maral, yarpağıma tökdü qan. Mən qızardım, o ah çəkdi, yandı bağırmağında. Bravo. Sonlara xanım dərin təşəkkürlər ki, gəldiniz, iştirak etdiniz. Ümid edirəm ki, zövq ala bildiniz. Çox. Bravo. Vəliyevlər ailəsi. Dərin təşəkkürlər sizə. İctimai Televiziyanın efirində bizi izləyin və bizə sarı gəlin. Gəlin, siz də oynayın. Bravo.